Azərbaycanın ortasında sanki səssiz bir sehir kimi gizlənmiş Naftalan şəhəri yüzillərdir insanları özünə çəkən qəribə bir sirrin evidir. Bu şəhərin adı çəkiləndə insanların ağlına ilk olaraq tünd rəngli, qalın və özünə məxsus qoxusu olan bir neft gəlir. Naftalan nefti. Dünyada yalnız burada çıxarılan bu neft adi neftdən tamamilə fərqlidir. O yanmır, su kimi axmır. Əlinə götürəndə elastik bir qatran hissi yaradır və dərinin içinə qəribə dərəcədə tez hopur. Elə bu xüsusiyyətlərinə görə qədim zamanlardan bəri insanlar onu sadəcə yanacaq kimi deyil, bir müalicə vasitəsi kimi tanıyıblar. Qədim türk tayfalarının hekayələrində bu neftin adı yaraları sağaldan qarabalcam kimi çəkilir və rəvayətlərə görə döyüşdən qayıdan igidlər bədənlərinə Naftalan nefti çəkərək daha tez güc toplayırdılar. Orta əsrlərdə tacirlər Naftalan neftini uzaq ölkələrə aparır, insanlar isə bu qaranlıq mayenin bədənə necə təsir etdiyini təəccüblə danışırdılar. Hətta bəzi səyahətçilər öz yazılarında bu neftlə müalicə olunan yaraların, ağrıların və dəri xəstəliklərin qısa müddətdə yaxşılaşmasından bəhs ediblər. Zaman keçdikcə bu hekayələr daha da çoxaldı və Naftalanın adı ətrafında həm elm, həm mif, həm də insan təcrübələri bir-birinə qarışdı. Bugün Naftalan neftinin müalicəsi əsasən xüsusi vannalar vasitəsilə aparılır. İnsan bədənini tam örtən isti neft vannasının içində 10-15 dəqiqə uzanır. Neft bədənə toxunduğu andan etibarən dərini yumşaldır, istiliyi bərabər şəkildə ötürür və damarların genişlənməsinə səbəb olur. Bu zaman neftin tərkibindəki aktiv maddələr, naftalin, qatranlar, efirlər və karbohidrogenlər dəri vasitəsilə orqanizmə hopmağa başlayır. Bir çox insan ilk prosedurdan sonra belə bədəndə xüsusi bir yüngüllük, rahatlıq və istilik hiss etdiyini deyir. Naftalan müalicəsi ən çox oynaq ağrıları, revmatizm, bel və boyun problemləri, psoriyoz və eksema kimi dəri xəstəlikləri, sinir gərginliyi, yuxusuzluq, qan dövranı zəifliyi kimi problemlərdə tətbiq olunur. Xəstələrin çoxu uzun müddətli keçməyən ağrıların bir neçə prosedurdan sonra xeyli azaldığını bildirir. Psoriyoz xəstələrinin bəzilərində isə dəri üzərindəki qızartıların və qabıqlı sahələrin nəzərə çarpacaq qədər çəkildiyi müşahidə olunub. Sovet dövründə Naftalan kurortu SSR-in ən məşhur sanatoriyalarından biri idi və ildə 10 minlərlə insan yalnız bu müalicə üçün buraya gəlirdi. O vaxt yazılan tibbi hesabatlarda belə göstərilirdi ki, xəstələrin əksəriyyəti müalicədən sonra özlərini daha enerjili, daha rahat və psixoloji cəhətdən daha sabit hiss ediblər. Lakin bu müalicənin hər kəs üçün uyğun olmadığını bilməmiz vacibdir. Naftalan neftinin təsiri çox güclü olduğu üçün bəzi xəstəliklər zamanı istifadə etmək qadağandır. Ürək çatışmazlığı olan, yüksək təzyiqdən əziyyət çəkən, qan xəstəliyi yaşayan, onkoloji problemi olan, hamilə olan və kəskin iltihabı olan insanlara bu müalicə qətiyyən tövsiyə edilmir. Çünki neftin istiliyi və kimyəvi təsiri belə insanlarda əlavə risk yarada bilər. Buna görə də Naftalan müalicəsi yalnız həkim nəzarəti ilə tibbi göstəriş əsasında aparılmalıdır. Elmə gəldikdə isə aparılan tədqiqatlar Naftalan neftinin tamamilə faydasız olmadığını, əksinə müəyyən təsirlərə malik olduğunu sübut edir. Neftin tərkibindəki maddələr iltihabı azaltmağa kömək edir, qan dövranını gücləndirir, ağrı reseptorlarının aktivliyini zəiflədir və dərinin bərpa prosesini sürətləndirir. Eyni zamanda antibakteriyal təsiri də var, yəni dəri üzərindəki bəzi mikrobları zərərsizləşdirə bilir. Lakin bütün bunlara baxmayaraq Naftalan dərinin orqan xəstəliklərini, ciddi revmatoloji pozuntuları və ya ağır xronik xəstəlikləri tam sağalda bilmir. Burada əsas məsələ odur ki, neft müalicəsinin özünü deyil, müalicənin nəticəsini gücləndirən və simptomları yüngülləşdirən əlavə terapiyadır. İnsanların təcrübələrinə baxsaq, bəziləri Naftalanı möcüzə adlandırır, bəziləri sadəcə rahatladıcı effekt kimi görür, bəziləri isə heç bir təsir hiss etmədiyini deyir. Bu da tamamilə normaldır. Çünki hər bir insanın bədəni, xəstəliyin dərəcəsi və reaksiyası fərqlidir. Buna görə də Naftalanın təsiri bəzilərində güclü, bəzilərində zəif, bəzilərində isə demək olar ki, hiss olunmur. Bütün bunların nəticəsində deyə bilərik ki, Naftalan nefti Azərbaycan təbiətinin bizə bəxş etdiyi nadir və özünə məxsus bir müalicə vasitəsidir. Onun müsbət təsirləri realdır. Amma bu təsirlər düzgün istifadə edildikdə, konkret xəstəliklərə uyğun olduqda və tibbi nəzarət altında aparıldıqda özünü göstərir. Naftalan nefti illərdir insanların həyatına rahatlıq, bərpa və ümid gətirib. Bugün də öz ənənəsini davam etdirir. Növbəti videonun sonu. İzlədiyiniz üçün təşəkkürlər. Siz isə bizə dəstək olmaq üçün kanala abunə olaraq şərh yazmağı unutmayın.